Sabahımız xeyirli olsun. Bugün 19 may, səhər saat 11'dir. Ben bugün Şenzhen şəhərindən ayrılıb Guangzhou'ya gedim. Metroya eniş eləmişəm. Biz təri axtara-axtara, baxa-baxa gedirik. Ekranda göstərdiyi kimi biz hal-hazırda Bugalingdəyik. 1, 2, 3, 4 stansiyaya gedib eniş eləyib yenə dəyişməliyik. Xəttimizi dəyişməliyik ki biz keçid eləyə bilək. Sağ olsun bu xanım bizə başa saldı. Shenzhen North stansiyasına çatdıq. Bu da o deməkdir ki biz çatdıq sürət qatara olan stansiyaya. Buradan da Guangzhou'ya gedirik. Hələ birinci səfər görürəm metro çölə çıxan. Burada Shenzhen North stansiyası. Binaların cərgələn düzülüşünə bax. Nə maraqlı. Böyük vağzallı. Qəşəng. İnternet olandan sonra dünyanın o deyirləri o başına belə get. Eynən. Açıl susam, açıl. Gəldik, çatdıq Shenzhen North'a. Bu da mənim əl sumkam. Mənim cüzdanım. Bu da mənim çiyinli sumkam. Buradan da çıxış elədik. Bu da Shenzhen vağzalı. Buranın bir böyüklüyünə bax. Dəhşət. İnsanlara bax, ay Allah. Buna bax. Gör nə qədər adam var. Bir o qədər də o tərəfdədir. Bax, belə yazılar yazılır. Bizə də lazımdır Shenzhen North. Bu da bildirir ki, yəni buradan get. Bu da vağzalın ön giriş hissəsi. Burada böyük parkdır. Bingo parkı. Kəntdə baxmışam. Böyükdür. Biz isə bu tərəfə gedəcəyik. Parka bir baxaq görək nətər bir şeydir. Gəlmişik də. Vağzalın böyüklüyünə baxayım. Çox böyükdür. Belə bir balaca bir yerdir. Yaman yağış yağır. Buradan belə getməyəcəm, yağış yağır. Şəhərə belə baxaq. Əla. Burada bunun altından da sürət qatarları belə keçir. Bu qatarın yoludur. Burada da həmin o dronlardan var. Ancaq dron işləyir burada.
Biz indi burada pasport kontroldan keçəcəyik. Dəhşət səslər var. Metronun səsi götürüb. Pasport kontroldan keçək. Eyni bir havalimanındakı kimi. Deməli biz bu Shenzhen şəhərində olmuşuq. İndi hal-hazırda Shenzhen şəhərinin stansiyasına gəlmişik. Sürət qatarı olan stansiyası. Həm metrodur, həm vağzalıdır buradır. Buradan da biz gedəcəyik. Dongbukdan keçəcəyik. Gələcəyik Shenzhen'ə. Shenzhen'ə, Guangzhou'ya. Bizim əsas gedəcəyimiz yer, gəzəcəyimiz yerlər buradır. Bu gözəl bir park. Və bax, bu öz gözəlliyini deyir və bunun gecə görüntüsü vəbşə gözəldir. Keçək buradan, biz indi hal-hazırda gələcəyik. Bu vağzala. Guangzhou Sontrali vağzalına. Deyə oradan bizi yönləndirilər. Baxın, görün nə qəşəng hamı cərgənən durur. Mən də olar kimi. Görün bir nəfər kesirimi qalağı, yox. Hamı bax belə hər yerdə cərgənən durur. Biletimizi almışıq. Gör nə qəşəng. 23 manata 95 yuan. Zor. Gözəl insanlar, biz keçdik, vağzalımızı keçdik. Biz biletimizi də almışıq, hər şeyimiz hazırdır. Ən birinci klas almışıq, ən super yer aldıq. Shenzhen Guangzhou stasyonu. Deməli bizim puldan 24 manat aldıq. Bizə də lazımdır 14 aya yaxınlaşdıq. Biletimiz də 12:00'da. Saat da hal-hazırda 11:41, 20 dəqiqəmiz var. Göyə çata biləcəyik mi? Burada yenə də hamı görsünüz, yenə də öz cərgəsini gözləyir. Mənim kimi də hamı arxada. Burada göstərir, görsünüz. G1006. Burada da G1006. 12:00'da çıxır. Burada da yeni həmin qaydada 12:00'da çıxır. Biraz diqqətli olmaq lazımdır. Gəldik, çatdıq. Bu gözəl sürət qatarı olan hissəsinə. Bu da sürət qatarı. Qəşəngdir. Əla. Burada bizim yerimiz. Əyləşək. Yerimizə. Bir su da almışıq. Maraqlıdır. Yavaş-yavaş gedirik. Nə qəşəng. Yəqin mənzərəli yerlər də görərik.